Salam, hər vaxtınız xeyir. 7-ci sınağı izah edirik. Ferromaqnit işləyik sarğacdan çıxarıldıqdan sonra maqnit sahəsinin enerjisi necə dəyişər? Enerji ümumiyyətlə işliyi çıxartdıqdan sonra biz bilirik ki, maqnit nüfuzluğu azalır. Maqnit nüfuzluğu azalırsa induktivlik azalır. Onda enerji Li kvadratı bölü 2 olduğu için induktivlik azalırsa enerji de azalır. Maqnit seli ise fi L vur I olduğu için bu da induktivliklə düz asıldı. Deməli, maqnit seli də azalır. Hər ikisi azalır deyə biləcəyik Y variantı. Hansı ifadə cismin sərtliyinin vahidinə uyğundur? İkinci sual. Sərtliyin vahidi F böl X düsturuna görə bilirik ki, Newton böl metrdir. Və Newtonun da yerində kilogram vur metr böl saniye kvadratı yazdığımız üçün metrlər ixtisar olacaq, qalacaq kilogram böl saniye kvadrat. O da Bakı. Üçüncü sual. Düzxətti hərəkət edən cisimlərin koordinatının zamanın asılı qrafiklərinə əsasən hansı cismin T bərabərdir 0 zaman anında sürəti 0'a bərabər olan. 0 zaman anında sürəti 0 olması başlanğıc sürət deməkdir. Buna görə başlanğıc sürəti 0'a bərabər ola bilməz. Hansı hərəkətdə ola bilməz? Yavaşlayan hərəkətdə ola bilməz. Başlanğıc sürət 0. Bir də bərabər sürətli hərəkətdə ola bilməz. Yəni 1 və 2. Dördüncü sualda öz-özünə induksiya EHG yaranırsa deyir, onda 5 saniye amper bölü saniyedir. 2 millivolt öz-özünə induksiya EHG-si yaranırsa induktivliğini tapar. Ümumiyyətlə, induksiya EHG, öz-özünə induksiya, L vurulsun delta I böl delta T'dir. Bizə delta I böl delta T onda 5'tir. Bu onda 5'tir. Onda 5 amper böl saniye. EHG bizə verib 2 millivolt. Onda L bizdə 2 böl onda 5. O da 4 millihenry olacaqdır. O da Bakı. 5-ci sual. U bərabər, biz bilirik ki, artıq bu sabit cəryan qanunlarına aiddir. Qapalı dövrədə cəryan şiddəti, bilirik ki, onun maksimal qiyməti bu EHG-dir. Deməli, burada da I-dir. Cəryan şiddəti, daha doğrusu bu EHG 30'dur, bu U-dur. M-də I, U5 olanda bu bizə I-ni verəcək, I-ni soruşur. Yox, nə soruşur bizdə? Xarici müqavimət sual. Bizdə də I-nin maksimalda qısa qapanma olduğunu bilirdik. Ümumiyyətlə, qısa qapanmanın düsturu epsilon böl kiçik R-dir. I qısa qapanma neçədir? 10'dur. EHG buradan görürük, 30'dur. Onda kiçik R-im, daxili müqavimətim, yəni 3 10'dur. Burada bunu dairələyirəm. Və xarici müqaviməti soruşur. İndi mən xarici müqaviməti gərginliyin bu düsturu ilə tapa bilərəm. Epsilon R, R plus kiçik R ilə tapa bilərəm. Xarici müqaviməti. Deməli, U var bizdə. Neçədir? Baxın, U burada 5'dir. 5 bərabərdir. EHG 30'dur. Vurulsun xarici müqavimət. Bölünsün xarici müqavimət plus daxili müqavimət 3 də burada tapmışdır. Daxili müqaviməti 3 burada nə eləmişdik? Tapmışdıq. Və buradan bu tənasübü yerinə yetirsək 30 R'im bərabər olacaq 5 R plus 15. 25 R bərabərdir 15. 5'e ixtisar eləsək R olacaq 3 böl 5. O da onda 6. A variantı. 6-cı sualda ideal qaz üzərində aparılan proseslərin qrafikləri göstərilib. Hansı prosesdə sıxlıq azalır? Verilmiş kütləli, baxın, burada da M konstant. Deməli, sıxlıq
m böl v'dir. Onda sıxlığın azalması üçün v nə etməlidir? Artmalıdır. İndi mən v konstant olan p t ilə düz asılıdır. Burada sıxlıq dəyişməz. V-nin artması necə edərik? Yəni ki, birbaşa V-nin artması biz fikir verin. 1-2-də nə sabitdir? P sabitdir. T artırsa V artır. Deməli 2-dir ikinci sualda. Bir də 3 ola bilməz. 3-də V konstantdır. Orada sıxlıq dəyişməz. Bir də 1-4-ə baxsaq. 1-4-də T konstant. P neyinir? Artır. Onda V azalır. Bu ola bilməz. Bunun tərsi 1-6. Deməli 1-2 ilə 1-6 C variantı. Ya da birbaşa düstur olaraq rho bərabərdir PM böl RT düsturundan burada biz görə bilərik. Məsələn, 2-də məsələn P konstantdır. T artırsa onda rho azalar. Görürsünüz mü? 6-da P azalırsa rho azalır. P ilə rho nedir? Düz asılıdır. 7-ci sualda qalxma ümumiyyətlə şağı yuxarı atılan cisimdir. Biz bilirik ki, bu bizdə 3 saniyə bizdə qalxma müddətidir. Buradakı 6 saniyə isə uçuş müddəti. Onda qalxma 3 saniyədirsə, qalxmanın da düsturu V0 böl R idi. R 10-dursa V0'ımız 30 olacaqdır. Bu da sualdır. QVB böl M, bu da təcildir. Çünki F böl M'dir. 9. 1, 2, 3 nöqtələrinin bucaq sürətləri arasındakı hansı münasibət doğrudur? Omega 1, omega 2'ye bərabərdir. Biz bilirik ki, diskdə nələr bərabər olurdu uşaqlar? Diskdə, məsələn 1 ilə 2 diskdir, 2 ilə 3 isə qayışlı ötürmədir. 1 ilə 2'ye disk kimi baxsaq, diskdə omegalar bərabər. 2 ilə də 3-də qayışlı ötürmə kimi baxsaq, 2-dən 3'e keçsək radius azalır. Bu da tərs asılıdır. Radius azalırsa omega artacaq. Deməli kiçikdir, omega 3'dür. Həmçinin burada tezlik də belə olacaqdır. Amma periyod tərs olacaqdır. T1, T2 böyükdür. T3, 10. A'nın C nöqtəsinin potensialı A nöqtəsinin potensialından böyükdürsə, cəryan potensialı böyükdən kiçiyə axacaqdır. Deməli, cəryan C'dən A'ya axacaqdır. Və sol əl qaydasına görə nöqtədir. Nöqtədirsə əlimin çölünə baxaram. 4 barmaq A istiqamətində. Baş barmağım yuxarıdır. Yuxarı, yəni amper qüvvəsi dadaş olacaqdır. 11. İp aşağıdan bağlanıbsa, onda gərilmə olacaq. FA çıxılsın MJ olacaqdır. Və bizə deyir ki, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. Onda biz Arximedin də düsturunu bilirik əslində. Rho maye bölünsün rho cisim vur MJ çıx nə? MJ olacaqdır. Və mənə deyir ki, ağırlıq qüvvəsi kütlə neçə kiloqram? 3 kiloqram. Onda MJ'miz neçə? 30'dur. Əla. MJ 30'dur. Deməli belə yazaram. Rho maye böl rho cisim vur. Baxın burada 30. Çıxılsın elə 30. Elə mi? MC'si burada 30. Burada 30 yazdım amma bu formada. Mənə də deyir ki, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə. Yəni mayeyə 3 desəm, cismə 1 deyəcəm. Böyükdür. Onda buradacaq neçə? 90. 3 vur neçə? 30. 90. 90 çıx 30. O da 60 Newton. O da C variantı. 12. 12. Kinetik enerji. Ümumiyyətlə, biz maqnit sahəsində qüvvə xəttlərinə paralel daxil olan yüklü üzərciliklər bərabər sürətli hərəkət edər. Ona görə də sürət sabit sürətli hərəkət olduğu üçün kinetik də sabit olacaqdır. 13. Lorentz qüvvəsi.
induksiyadan asılılığı verir. Lorentz qüvvəsinin düsturunu yazsaq, Lorentz Q, V və B. Və buradan sürəti tapsaq, F Lorentz bölünsün Q, B. F zərərcinin sürəti, F Lorentz, F böl B. Bizə F, burada B, F böl B bizə tangens verər. Onda tangens bölünsün Q olacaqdır, dadaş. 14-cü sual. Qüvvənin harmonik rəqs edən, nə demişdik biz? Harmonik rəqs edən sistemlərdə eyni fazada rəqs edənlər, impuls, sürət, kinetik, bunlarla əks fazada rəqs edənlər isə təcil, qüvvə, yer dəyişmə, potensial enerji. Qüvvələrin modulu ən böyükdür. Qüvvə ilə sürət də, görürsünüz, qüvvə, sürət əks fazalıdır. Onda qüvvənin böyüyü sürətin ən kiçik, yəni 0 qiyməti. Sürətin ən kiçik qiymətləri hansı andır? Deməli, hansı zaman anlarında cismət əsərən qüvvələrin qiyməti nədir? Ən böyükdür, deyir. Zaman anlarında. Onda sürət 0 olacaq. Baxın, T3 anında, bir də T4 anında sürət 0'dır. Burada C variantı yaza bilərik. 15. Deformasiyanın kiçik qiymətlərində mexaniki gərginlik nisbi uzanma ilə düz asılır. Bu hansı idi? Huk qanunu. Mexaniki gərginlik nisbi qanun uzanma ilə düz asılır. 15 daha daş. 16. A nöqtəsində kübür yükünün yaratdığı sahənin intensivliyi modulu Y olarsa, hər iki yükün həmin nöqtədə yaratdıqları sahənin yekun təsirini modulunu hesablayın. Deməli, baxın, kübür yükünün A nöqtəsinə qədər olan məsafə 3R'dir. Onda A nöqtəsində kübür yükünün yaratdığı intensivlik KQ böl 9R kvadrat. Yəni KQ böl R kvadratı deyil. Bir də yazıram. KQ böl düstur olaraq budur. Onda kübür yükünün A nöqtəsinə qədər məsafəsi 3R olduğu üçün KQ böl 9R kvadratı və Y1'ə də bizə Y deyir. Onda 2 nöqtəsinin A nöqtəsinə qədər olan məsafə isə Q yükünün R kvadratı. Onda K Q böl R'in kvadratıdır. Q böl R'in kvadratı. Əgər Y1 Y'dirsə, onda bu olacaq 9Y. Görürsünüzmü? İndi qiymət olaraq birinin yaratdığı intensivlik Y'dir, ikincinin yaratdığı 9Y'dir. Onda intensivlik vektorial kəmiyyət olduğu üçün onda onun istiqamətini tapmaq lazım. Ona görə də A nöqtəsində bir müsbət 1 kulonu yük yerləşdirsəm, müsbət Q, müsbət 1 kulon yükü dəf edəcək Y1 istiqamətində sağa. Bu müsbət Q yükü də bu müsbət 1 kulonu dəf edəcək, o da sola. Y2. Gördünüzmü? Y2'miz neçə idi? Bayaq 9Y bu. Y1'miz də Y. Onda yekun 8Y sola doğru olacaqdır. 17. sualda 100 kilogram kütləli cismi tərpənən blok vasitəsilə 6 metr yüksəkliyə bərabər sürətlə qaldırıblar. İpin sərbəst ucuna tətbiq olunan qüvvə tərpənən blokda mc böl bilirik. Qüvvədə 2 dəfə qazanc verir. 2 oldu. Onda 100 vur R 1000 böl 2 500 Newton. Və blok vasitəsilə 6 metr yüksəkliyə bərabər sürətlə qaldırılır. Nəyi? Cismi. Deməli, bu yükdür. Deməli, H yükümüz neçə metr? 6 metr. Onda H ipim 12 metr olacaqdır. O da dağdaş. Çünki H ip 2 dənə H yükdür. 18. Sürtünmə qüvvəsi ilə mu nədir? Vurulsun N'dir. Sürtünmə qüvvəsi mu vurulsun N'dir. Orada hansı qiyməti yazılmalıdır? Sürtünmə qüvvəsi hansı qiyməti yazılmalıdır? Mu vurulsun N olaraq baxaq. Deməli, burada
n 1 olanda, sürtünme 1 onda 2 olanda biz mu'nu biz görürük ki mu f sürtünme böl n'dir, o da 10'da 2. Deməli mu oldu neçə? 10'da 2. İndi buradaki n 4'tür. Onda mu da 10'da 2 olsa, bura 10'da 8 olacaktır. Biz de bilirik. O da Y variantı. 19'da küre tamamıyla suya batırılır. Çəkisi neçə dəfə azalır. Deməli küre birinci hardaymış? Qurudaymış. Quruda çəkisini birinci tapacaq. P1, P0'dır. O da 6 kilonewton. Yani 6000 newton. İkinci dəfə mayedə olur. Onda mayedə çəki isə P0 çıx. F Arximed. P0'mız var. Arximedi də tapsaq. Arximed nəyə bərabərdir? Rho maye R V. Və yerinə qoysaq görəcək ki bu 3000 newtondur. P0'mız ne kadar? 6000 newton. F'a tapdıq 3000 newton. Onda mayedə çəki 3000 newton oldu. İndi quruda çəki ne kadar idi? 6000. Mayedə çəki 3000. Neçə dəfə azaldı? 2 dəfə azaldı. Və 20-ci suala baxırıq. Daxili müqaməti R olan cəryan mənbəyinə hər birinin müqaməti 3 R olan 3 rezistor ardıcıl birləşir. Deməli biz bilirik ki, ardıcıl birləşmədə müqamət toplanır. Deməli birinci halda 3 dənə rezistor, birinin müqaməti 3 R isə, onda R vur N'ə görə baxsaq, olacaq 9 kiçik R. Birinci halda. Sonra bunları paralel birləşdirirəm. Paralel birləşdirəndə ümumi müqamət R bölü N'dir. Birinin müqaməti 3 R isə, 3 saydadırsa, onda olacaq kiçik R. Və cəryan şiddəti necə dəyişir? Cəryan şiddəti tam dövrə üçün yazmalıyam. Bəzən baxın, I bərabərdir, EHG böl R plus kiçik R. Bəzən uşaqlar U bölü R yazır. Ona görə də burada səhvə yol verilir. Birinci halda yazıraq. Bu birinci haldır. EHG kiçik R'imiz, yəni kiçik R1 plus R. R1'imiz ne oldu? 9R plus kiçik R. Bu da oldu. Ne kadar? Epsilon böl 10 kiçik R. Bu birinci haldır. İkinci halda ise EHG bölünsün. Bakın R'imiz ne kadardır? Kiçik R böl yerim. R2 R2 plus kiçik R. Öyle mi? Onda olacak EHG. R2'miz neçə tapmışdıq? Kiçik R plus R, o da oldu. EHG böl 2R. Şimdi fikir verin. Bu ikinci hal epsilon bölü 2R'dir. Birinci hal epsilon böl 10R'dir. Məxrəc 5 dəfə azalır. Onda bu 5 dəfə artıb. Cəryan 5 dəfə artır. 21. 21. Demək 21'e baxırıq. Termistor. Aha, burada da yine de sabit cəryan qanunlarına aiddir. Bataryan varsa cəryanı artıq epsilon böl R plus kiçik R. Gərginlik isə epsilon çıx I R olaraq görürük. Düzdür? Düzdür. Termistorun temperaturunu azaldır. Termistor bilirik ki yarım keçircidir. Temperaturunu azaltsan müqaməti artar. Çünkü yarım keçici müqaməti tərs asıdır. R artarsa I neyniyər? Azalar. I azalarsa onda U artar. Deməli I azalar, U artar. Y variantı. Yəqin ki gördünüz. Bu sahənin qiyməti qüvvənin nədən asılığı zamandan. Onda F'i mən T'yə vursam bu impulsun dəyişməsi verəcəkdir. O da Y variantı. Daha bir maraqlı sual. Daha bir maraqlı sualımız var. Deməli, A və B nöqtələri arasındakı gərginlik 1000 voltdur. Deməli, ümumi bu gərginlikdir. Bu A və B nöqtələri arasında 1000 voltdur. Hə, amma
Kondensatorlar bataryasının enerjisi, bu da ümumi bataryanın, yani ümumi tutumda 3 yox, aa, ümumi bataryasının enerjisi, ümumi enerjidir. Ümumi enerjisi də 3 jouldur. Onda bir kondensatorun tutumunu tapaq. Yəni bir kondensatorun tutumu da C'dir. Sual. İndi biz məsəl üçün enerjini yazsaq, ümumi enerji bərabərdir C ümumi vurulsun U'nun kvadratı bölü 2. Düzdür? Biz burada C umumini tapa bilərik. Tapa bilərik. Onda mən tapıram. C umumi bərabərdir 2 dənə W bölünsün U'nun kvadratı. O da olacaq 2 vurulsun 3 bölünsün U kvadratı. Mindir. Minin kvadratı 10 üstü 6. Bu da eləcək. 6 vur 10 üstü mənfi 6 farad. Düzdür? Mənfi 6 farad. 10 üstü mənfi 6. Mənfi 6 faradı da mikro yaza bilərəm. 6 mikro farad. Bu nədir? Bu ümumi tutumdur. Düzdür? İndi ümumi tutumda biz bilirik ki, bu ikisi necə birləşir? Ardıcıl. Birinin tutumu C'dirsə, ikisinin tutumu C bölü 2 burada olacaq. Bunların tutumu. C bölü 2 ilə bu C ilə necə birləşir? Paralel. Paralel də topla geçsin. Onda C bölü 2 plus C, 2 də 3C. Deməli, ümumi tutumumuz nə qədər oldu? 2 də 3 C. Və həm də ümumi tutumu neçə tapmışdım? 6 tapmışdım. Gördünüzmü? Onda mən buradan görürəm ki, 3C elə 6'dır. Onda C elə olacaq nə qədər? Daha doğrusu 3C 6 deyil. 3C 6 vur 2 12. Onda C olacaq 4 mikrofarad. Cavab 4 mikrofarad. 24. H bərabərdir R hündürlükdə yerləşən cismə təsirin ağırlıq qüvvəsi 50 Newtondur. Yazıram. Deməli, F bərabərdir. H bərabərdir R. Cismin kütləsini hesablayaq. Gözlə. R hündürlüyündə cismə təsir. Deməli, R hündürlüyündə kiçik M böyük M böl H plus neydi? R'in kvadratı ağırlıq qüvvəsi. Yəni cazibə qüvvəsi. Kiçik M böyük M 4R'in kvadratı neçə Newton? 50 Newton. Düzdür? Onda bizdə də indi nə verir? Bir də J0 verir. Bu da yerdə. Baxın, bu F H bərabərdir R hündürlüyündədir. Amma J0 isə yerdədir. İndi mən nə yaza bilərəm? İstəyirsiniz, bunu belə yazaq. Bunu belə yazaq. F harda 50 Newtondur? R hündürlüyündə. Onda neçə dəfə azalır? Baxın, 4 dəfə. Onda yerin səthində bu 4 dəfə azalıbsa, onda F0 neçə Newtondur? 200 Newtondur. 200 Newton kiçik M vurulsun J olacaqdır. Onda M neçə Newton? Kilogram 20 kilogram olacaqdır. İndi tutalım ki, bunu vermək istəmirsiniz. Neyse, bunu şəkil çəkib siz daha rahat olsun. Tutalım ki, bəzən uşaqlar görmür. Deməli, mən də burada J-ni göstərib, yerin səthində. Burada R olsun. J neçədir? 10'dur. Amma mən burada tapmışam. Baxın, R hündürlüyündə F-i neçə tapdım burada? F-i tapdım 50 Newton. Onda mən burada elə birbaşa F-i neçə tapdım? 200 Newton tapdım. Elə 200 Newton'u mg'yə bərabərləşdir. İstəyirsən əgər burada birbaşa mg yazmağa, onda J-də azalır. J də 4 dəfə azalır. Onda J-ni burada 2.5 yaz. Elə yaza bilərsən. Cavab 20 kilogram. Sarı ağacda 25-ci sual. Sarı ağacda cəryan şiddəti 2 dəfə artsa, onun maqnit sahəsi enerjisi 60 joule artır. Deməli, cəryan şiddəti I1 İ'dir, I2'dir, 2 İ'dir. Onda enerjim W'dur. Sonra neçə oldu?
şərtə görə 60 joule artıbsa W plus 60'dır. Və cəryan maqnit sahəsinin enerjisinin başlanğıc qiymətini, maqnit sahəsinin enerjisinin başlanğıc qiyməti W, W-nu tapacaq. W da L kvadratı bölü 2'dir. Onda kvadratikdir. W 2 bölü W1, I2 bölü I1'in nəyi? Kvadratı. I2 bölü I1. I2'miz deməli W2 bölü W1. W2'nin yerində nə yazmışdıq? W plus 60 bölü W bərabərdir. I2 bölü I1'in kvadratı. I2 deməli 2 I1 I2 I2 deməli I2 o da I2 deməli 2I bölü 4 bölü 1. Onda 4W bərabərdir W plus 60, 3W 60, W'muz 20 olsun. Deməli bu birinci hal 20'dir. Yəni ikinci hal isə onda W 20 plus 60, 80. 4 dəfə artır. Onda I 4 dəfə 2 dəfə artırmış. Doğruymuş. Cavabımız 20 millijoule. Gəlirik burada. Belə bir məsələ, cəryan şiddətini biz müqayisə eləsək, çünki filəri istəyir, fi nə olacaq? L vurur I düsturuna görə baxaram, enerjini isə L vurulsun I kvadratı bölü 2. Mən birinci iləri burada müqayisə eləsəm, I U bölü R'dir. I U bölü R olduğu üçün paralel birləşirlər bunlar. Paralelde U sabittir. R'lər də eyni. Onda cəryan şiddətlər eyni. Ona görə də R'lər eyni isə buna I yazsam, buna da I yazaram. Düzdür? Düzdür. Onda birinci üçün yazaram. Fi 1 üçün birincinin L'i neçədir? 2L vurulsun I. İkincidə isə L vurulsun I. Deməli görürsən ki, birinci ikincidən 2 dəfə böyükdür. Fi 1, 2, fi 2. Deməli 1 9. İndi sən istəyirsən L kvadratı bölü 2. Baxın, İ'lər eynidir onsuz da. Onsuz da W L'lərə düz asılıdır. Onda L1 L2'dən 2 dəfə böyüksə, enerji də 2 dəfə böyük olacaqdır. O da 1 ilə 3. 27. Celsius şkalasında, Kelvin şkalasında, bir də Fahrenheit şkalasında. 0-cı bölgü normal atmosfer təzyiqində buzun ərimə temperaturu. Əlbəttə ki, 0 dərəcə Celsiusdə, deməli 1'ə aid olacaq A. 32-ci bölgü normal atmosfer təzyiqində buzun ərimə temperaturudur. Elə deyil mi? Çünki kiçik Fahrenheit 5'də 9 T plus 32 düzdür. Kiçik T 0 dərəcə Celsiusdə F olacaq 32 dərəcə. Deməli 2 olacaq B. 3. Fahrenheit 212-ci bölgü normal atmosfer təzyiqində suyun qaynama temperaturu. Bəli. 212-ci bölgü 212 Fahrenheitdə qaynama temperaturudur. Bəli. T'yə 100 yazsaq, F burada 212'dir. Bu da Fahrenheitə aiddir. 2'ye BC. Yox. Yox. Səhv eləmişik biz. 2'ye B yox. 2 Kelvindir. Biz 2 dedik ki Fahrenheitdir. Deməli 3'e B, 212 yenə də C. 100-cü bölgü suyun qaynamanı. Yəni 100 dərəcədə su qaynayır. Buna da 1 deyə bilərik. Mütləq temperatur şkalası adlandırılır. Mütləq temperatur Kelvin şkalasında bilirsiniz. Çünki Kelvin'ə uyğun olan temperatura mütləq temperatur deyirik. O da Y olacaqdır. 1AD, 2Y, 3BC. Gözəl. 28-ci suala baxırıq. 28-ci sualda R1 50'dir, R2 150'dir. Baxın bu 50, bu 150, onda ümumi müqavimət neçə elədi? 300 elədi. Və burada da R3 neçədir? 200. 5 saniyə müddətində dövrədə ayrılan istilik miqdarını tapaq. Ümumiyyətlə, dövrədə ayrılan istilik miqdarını
biz necə tapa bilərik? İndi bizdə də nə verir burada? UM verir. Biliyorsun. Bu UM'dir. UM də nə qədərdir? 200. Onda Q bərabərdir. Nə demişdik? U kvadratı böl R ümumi vurulsun. Daha sonra 2R vurulsun nə? T. İndi bizdə U deyil də. Daha sonra U kvadratı yox. U kvadratı böl R ümumi vurulsun T. Bizdə U təsir edici qiymətdir. Burada da amplitud. Onda UM kvadratı böl 2. Onu nə yazaram? Onun yerində UM böl kökdə 2 yazsam, UM bölünsün kvadratı böl 2R ümumi vurulsun T olacaqdır. Və R ümumini bilirəm artıq. Aha, ümumi müqavimət R1 ilə R2-nin cəmi 200'dür. Bu 200 də bu 200 ilə paralel birləşib. 200 ilə paralel birini sayına bölsəm ümumi müqavimət neçə oldu? 100 oldu. Onda olacaqdır. UM'in kvadratı, yəni 200'ün kvadratı 200 vur, 200 ilə belə yazaram. Vurulsun T 5 saniyə bölünsün 2 vurulsun 100 olacaqdır. Və 100'lərdən 200 200 gedəcəkdir. Burada da 200'ü vuraram 5'e 1000 joule ya da 1 kilojoule. Sual vermir neçə kilojoule ilə tamamını tapdım. 29 və 29'a baxırıq. 29'da intensivlik verib bizə. Deməli, intensivlik Y verib, sonra sürət verib, V verib, bir də Y böl xüsusi yük verib. Neçə santimetr olacaqdır? Hərəkətə başlayırsa V0 0. Onda V0 0'dırsa, onda elektrik sahəsi gördük. Yəni QU, Q'nun yerində Y yazaq da. Elektron vurulsun gərginlik bərabərdir. Delta YK deyildi. V0 0 ise YK'dır. Onda o da olacaq MV kvadratı böl 2'dir. Və buradan yolu soruşur. Bunun üçün də onda da belə də yaza bilərik. Yolu soruşursa QYD. Bu da QYD kimi də götürə bilərik. Onsuz da onun yerində YD yazdıq. Yəni Q'nun yerində nə yazdıq? YD. Elektron intensivlik metr. Bu iki ifadəni bərabərləşdirsək, onda daha doğrusu buradan da D'ni tapsaq, D bərabər olacaq. MV'nin kvadratı bölünsün Y vurulsun Y olacaqdır. Bu da nə deməkdir? Ben bunu M'i belə yazsam. V kvadratı Y böl M vurulsun Y. Görürsünüz mü? Bunu bilirik de bunu burada yazdım. Onda V'nin kvadratı. V'nin kvadratı V2 10 üstü 6'dır. Olacaq 4 vur 10 üstü 12 kvadratı. Y bölümümüz ne kadardır? 2 vur 10 üstü 11. İntensivlik de intensivlik de 20. Deməli bu oldu. 2 bu 2 ile bu 2 gelir. 10 üstü 2 aşağıda, 10 üstü 12 yukarıda. Burada da 11 var. Bir tane de 10 var. 10 üstü. Deməli ne olacaq? 1 metr. Neçə olacaq? 1 metr. Bir də baxaq. MV kvadratı bölünsün. Burada 2'ni yazmamışam. Burada 2'ni yazmamışam. 2'ni yazmamışam. Onda olacaq bu. Burada bir 2'ni yazmamışam. O 2'ni yazmamışam. Olacaq 2 vur. O da olacaq onda 10'da 5. Onda 10'da 5 metr. Və sağ. 30. sual. 30. sualda nə deyir bu? Görək. Bizə nə deyir? Deməli 30. sualda yüklər yaratdığı elektrik sahəsində mənfi Q yükü AB istiqamətində necə hərəkət edir? Baxın,
Mənfi Q yükü AB. Bu bilirik ki, artıq bu birinci saha deyil. Qeyri-birinci sahadır. Və burada təcil də dəyişər, sürət də dəyişər. Siz bunu biraz böyük orada yazdım. Amma mənfi Q yükü. Görürsünüz. Deməli, bu mənfi Q yükü. Bu Q, bu birisi Q hansı tərəfə gedir? V bu tərəfə gedər. Düz? Bunlar arasında mesela buna bir-birini eləyəcək. Bu mənfi yük, bu mənfini necə dəf edəcək? Mənfini dəf etdiyi üçün birinci bunun sürəti artar. Deməli, yeyinləşər. İkinci, təcil axı bərabər yeyinləşər, yoxsa dəyişən təcillə yeyinləşər? Təbii ki, dəyişən təcillə, çünki qeyri-birinci sahadır. Və təcili necə tapacaq? Arasındakı kolon əvəzləyici qüvvəyə görə. Bir dənə qüvvə var, o da kolon qüvvəsi. K, Q1 vur Q2 böl R-in kvadratı. Modulda. Bu R də bunlar arasında məsafədir. Bunlar da uzaqlaşırlar bir-birindən, məsafə artır. Məsafə artırsa F azalır, F də M adına, A da azalır. Onda azalan təcillə nədir? Yeyinləşir. İndi biz bunu əsaslandırmayıq. Cavabı əsaslandır. Nə deyir? Necə əsaslandırmaq? Birinci olaraq, qeyri-birinci saha olduğu üçün əvəzləyici qüvvə dəyişəcəkdir. Əvəzləyici qüvvə MA-dır. MA da kolon qüvvəsinə bərabər olduğu üçün, bunlar arasında məsafə artdığı üçün kolon qüvvəsi azalır, təcil də azalar. Və kolon qüvvəsi, əvəzləyici qüvvə hərəkət istiqamətində olduğu üçün sürət də artar. Bu qədər. İndi nə sualınız varsa, yenə də komentaryalarda bildirin. Ola bilər ki, mexaniki səhvlərə də yol vermişik. O da ola bilər. Onu da bildirin. Fikirlərinizi yaza bilərsiniz. Oldu. Uğurlar olsun. İşləyin. İnanın ki, işləsəniz hər gün dünənkindən daha da irəli gedəcəksiniz.